Baxın, hərəkət etmək insana sağlamlığıdır həm də. Analarımız əllə paltar, mən demirəm ki, bugün kimsə getsin əllə paltar yusun. Doğru, Misal olaraq doğru. çəkirəm. Analarımız əllə paltar yurdular, əlləri inkişaf edirdi və yaxud da ki, bir çox yerlərə piyada olaraq gəzərək gedirdik, ayaqlarımız inkişaf edirdi. Düşünmürsünüzmü ki, bir neçə müddətdən sonra bu hərəkətsizlik kişilərimiz Bəli. belləyirdilər, bağ əkirdilər, bağbanlıq eləyirdilər. Bugün hamı hazıra nazır oturmaq istəyir. Heç kim bağla da məşğul olmaq istəmir, əkin sahələri də istəmir, hətta bağda işləməyə pulla bağban belə tapmaq olmur bugünkü gün. Düşünmürsünüzmü ki, bir müddət sonra gələcək nəsil artıq başqa bir formada dünyaya gələcək? Məncə Yəni bu keçmişdə də olub da, başı yekə olub. Bəli, bəli. Yəni insanların getdikcə təkamül nəticəsində insanlar indiki formanı alıblar. Bugünkü gün hətta görürsən ki, oğlanların boyunda belə balacalaşma var. Yəni bunun da bir səbəbi var hər halda. Yediklərimizlə bağlıdır, Bəli, qidayla bağlıdır, bəli. bilmirəm. Gələcəkdə ola bilərmi belə bir hal? Ben size söyleyeyim, mesela Amerika'da biz olduğumuz yerde, siz ne zaman geçseniz bizde o spor salonları var, gym deyərlər, Bəli. jimnastik ağzına kimi doludur. Gənclər, çoxu gənclər orada məşğul olurlar. Burada Bakıda da eyni şey mən müşahidə etdim. Gənclər hamısı idmanla məşğuldurlar. Bəli. Məncə bu təhlükə deyil. Təhlükə deyil, Xeyr. düşünürsünüz.